Azərbaycanın gigiyena məhsulları sahəsində lider kağız markası Aura, məktəblilər arasında gigiyenik vərdişlərin formalaşdırılmasına dəstək məqsədi ilə geniş miqyaslı maarifləndirmə layihəsini həyata keçirib. Uşaqlıq dövründə formalaşan düzgün gigiyena vərdişlərinin təşviqi məqsədi ilə Aura markası Bakı və ətraf qəsəbələrdə yerləşən 125 məktəbdə 10 min şagirdlə görüş keçirib. Layihə çərçivəsində məktəblilərə şəxsi və tualet gigiyenası, gündəlik gigiyenik vərdişlərin əhəmiyyəti, həmçinin tualet kağızından düzgün istifadə qaydaları barədə məlumat verilib. Təlimlərdə düzgün təmizlənmə və gigiyena qaydaları izah olunub. Maarifləndirici təqdimatlar, sual-cavab sessiyaları və oyunlar vasitəsilə şagirdlər gigiyenanın sağlamlığın qorunmasındakı rolu barədə praktik biliklər əldə ediblər. Uzun illərdir Azərbaycan ailələrinin etibar etdiyi Aura markası sosial məsuliyyət layihələri ilə cəmiyyətin sağlam və gigiyenik gələcəyinə töhfə verməyə davam edir.